Mən təxminən bir 20 gün öncədən Günel xanımın qəbulunda oldum. Amma başqa bir mamoloqun məsləhəti ilə gəlmişdim özdə. Deməli, vəziyyətim nə idi? Mən 2 uşaq anasıyam. Birinci övladımı itirmişəm. İkinci övladım artıq 3 aylıqdır. Bu tedavi dönəmində körpəyə süd verdiyim halda sinəmdə qızartı, qızdırma, bu kimi hallar şikayətlərim var idi. Başqa bir həkimin qəbulunda oldum. Cərrahla mamoloq bir yerdə sinədə kiçik bir kəsik açdılar və həmin orada belə deyim də o qalığı, çirki təmizlədilər. Lakin evə gələndən sonra hardasa bir 5 gün ərzində həmin o çirk daha da pis formaya düşməyə başladı. Keçmədi. Müəyyən bir müalicə də aldım, antibiotiklər, dərmanlar, heç bir halda sağalmırdım. Hətta gündən günə o absis böyüyürdü, axıntı çoxalırdı. Daha sonra mamoloq mənə Günel xanım məsləhət gördü. Yaxşı ki də məsləhət görüb. Gəldim, sağ olsun Günel xanım həm müalicə yazdı, tedavi yazdı mənə, müalicəmi elədiyim müddətdə də mənlə demək olar ki, mütəmadi əlaqə saxladı. 2 gündən bir həkim doktorun müayinəsində olurdum. Hər dəfə o yaranan qalığı, daha doğrusu qalan qalığı çəkirdi. Hətta masaja qədər də doktor hamısını uyguladı, çox sağ olsun. İndi yenidən müayinəyə gəlmişdim bugün. Doktor müayinəyə tamamilə heç bir şey qalmayıb, tamamilə sağalmışam. Hətta mən doktorun yanına gələndə xərçəng düşüncəsindən gəlmişdim ki, bəlkə məndə xərçəng var. O qədər araşdırırdım, həkimlərlə maraqlanırdım, hər bir söz deyirdi. O depresiya ilə gəlmişdim mən doktorun yanına. Çox sağ olsun, minnətdaram doktor sizə. Düzü körpəmi də əmizdirə bilirəm rahat-rahat. Uşaq da yaxşıdır, əmizdirdim, bəli, dərmanlarla bərabər. Belə, doktora çox sağ ol deyirəm. Yəni, xanımlara da demək istəyirəm ki, mənim özüm 32 yaşım var. Qorxmasınlar həqiqətən. Bəzən bizdə o fikir, düşüncə var. Birdən gedirəm, nəsə pis bir xəstəliyim olar. Mən də gələndə qorxu ilə gəlmişdim. Amma doktor sağ olsun ki, o qorxunu məndən aldı. Uzi kimi əllərlə yoxladı. Mənə dedi ki, maraq olma, səndə xərçəng falan heç nə yoxdur. Sadəcə süd qalıqıdır, onu da təmizlədi. İndi çox yaxşıyam. İnşallah bir də ehtiyac yaranarsa təbii ki. İnşallah yeni bebişkalarda görüşürüz. İnşallah. Çok sağ olun.